Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allahümme ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin el mukarremin. Aziz müminler, Allah Teala tuttuğunuz oruçları, ettiğiniz ibadetleri âli derecede qəbul eləsin inşallah. Bugün bildiğiniz kimi fevral ayının 26'sı Azərbaycan tarixində baş vermiş ən faciəvi hadisələrdən biri Xocalı soyqırımının il dönümüdür. 1992 il 26 fevralda bir şəhərdə, Azərbaycan şəhərində, Xocalı şəhərində çox ağır bir faciə yaşandı. 613 nəfər Azərbaycan vətəndaşı şəhid edildi. 1275'e qədər insanı girov götürdülər. Onlardan 150'sinin taleyi hələ də bilinmədi nə oldu. Elə ailələr oldu ki, o ailələr tamamilə məhv edildilər, həlak etdilər onları. Ailələrdən heç kəs qalmadı. Tariximizdə çox faciələr olub. Təbii ki, hər bir xalqın tarixində faciələr var. Bu faciələr ona görə xatırlanmalıdır ki, bunu unutmayaq, bunlardan dərs çıxardaq. Allaha şükür və həmd olsun ki, 44 gün müharibədə Azərbaycanın müzəffər ordusu, igid oğullarımız və şəhidlərimizin sayəsində, o qazilərimizin sayəsində torpaqlarımız geri qayıtdı. Amma bu qələbə fonunda biz bu faciə günlərində xatırlamalıyıq ki, heç zaman düşmənin bizə nə etdiyini unutmayaq. Allah Teala Azərbaycanın bütün şəhidlərinə, xüsusilə Qarabağ şəhidlərinə, xüsusilə 2-ci Qarabağ döyüşündə olan şəhidlərimizə və ümumiyyətlə bütün İslam şəhidlərinin məqamlarını uca eləsin. Onları İmam Hüseyin əleyhissalam və Kərbala səhabələri ilə məhşur eləsin inşallah. İnşallah bugün də söhbətdən sonra Quran oxunacaq. Quran-ı Kərim oxuyandan sonra da şəhidlərimizin ruhuna, Xocalı şəhidlərin ruhuna onları ithaf edəcəyik. İnşallah söhbətimizi davam eləyək. Bismillahirrahmanirrahim. Qalallahu Teala قُلُ ادْعُوا اللَّهَ أَوْ ادْعُوا الرَّحْمَنَ أَيَّمَّا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَى. Söhbətimiz, mövzumuz Allahın adları barəsindədir. İsra surəsi 110-cu ayədə Allah Teala buyurur ki, de, Allah'a da çağırsanız, Rəhman da deyib çağırsanız, ən gözəl adlar Allah'a məxsusdur. Yəni Allah'ı gözəl adlarla çağırın. Çünki gözəl adlar, kamil xüsusiyyətlər Allah'a məxsusdur. Rəhman və Rəhim adları, bugün bu iki ad barəsində danışacağıq. Yəni Allah'ın rəhmət sifəti, varlıq aləmi ilahi rəhmətdən bir qətrədir. Varlıq aləmi ilahi rəhmətin nəticəsidir. Rəhmət sifəti və Rəhman və Rəhim adları Allah'ın ən uca sifəti və ən uca adlarındandır. Quran-ı Kərimdə, Quran-ı Kərimin ən böyük ayəsi, nə mənada böyük ayəsi, yəni məna etibarilə böyük ayəsi. Çünki bir çox hədislərimizdə var ki, bütün Quran-ı Kərim hardadır? Fatihədədir. Bütün Fatihə Bismillahirrahmanirrahimdədir. Bütün Bismillahirrahmanirrahim bədədir. Bütün bədir nöqtədədir. Nöqtədə Əmirəl-Mömin deyir ki, mənəm. Quran-ı Kərimin ilk ayəsi Bismillahirrahmanirrahim. Məhz Allahın Rəhman və Rəhim sifətləri ilə başlayır. Ləfzül Cəlalə başlayır Allah, ardınca Rəhman, ardınca Rəhim. Və Quran-ı Kərimdə bütün surələrin əvvəlində bu ayə nazil olubdur. Tövbə surəsi istisna olmaqla, Tövbə surəsindən başqa. Və Nəml surəsində də 2 dəfə bu ayə nazil olub. Bir surənin əvvəlindədir, ikincisi Həzrəti Süleyman Peyğəmbərin Səbə kraliçası Bilqisə yazdığı məktubdadır ki, İnnehu min Süleyman, innehu Bismillahirrahmanirrahim. Ki bu məktub Süleymandandır və bu məktub başlayır Bismillahirrahmanirrahimlə. Quran-ı Kərim Allah, Rəhman və Rəhim kəlmələri ilə başlayır. Quranın ən sonuncu kəlməsi hansıdır? Ən-Nəs, insanlar. Allah kəlməsi ilə başlayır bu kitab, insan kəlməsi ilə də bitir. Yəni Allahdan, Rəhman və Rəhim olan Allahdan insana gələn bir lütf, feyz. Və Quran-ı Kərimin ən ortada olan kəlməsi Kəhf surəsindədir. 19-cu ayə. Fəlyətələttəf, vəlyətələttəf. Yəni lütfkarlıqla davransınlar mənasındadır.
Allah, Rəhman və Rəhim olan Allah insanlara lütfkarlıqla davranıb. Ona görə də Rəhman və Rəhim varlığın səbəbidir. Varlıq Allahın rəhmətinin qətrəsidir. Rəhman və Rəhim adları Allahın iki növ rəhmətinə işarə eləyir. Rəhmət Allahın sifətidir. Bu sifətdən iki ad çıxıb ortaya. Biri Rəhman, biri Rəhim. Bu adlar da təsadüfi deyil. Bunların da özünə məxsus məna çalarları var. İndi Rəhman bəzilər deyil ki, ərəb dilinin qrammatikasına daxil olmaq istəmirik. Fəalan vəznindədir, ismi mübaliğ, sifəti mübaliğədir, mübaliğə bildirir, rəhmətin daha çoxluğunu bildirir. Demək, iki növ rəhmət var. Rəhmətur rəhmaniyyə, rəhmətur rəhimiyyə. Və Rəhman ümumi sifətdir, amma xüsusi addır. Rəhim xüsusi sifətdir, amma ümumi addır. İndi bu nə deməkdir? Bunu izah eləyəcəm. Allahın rəhmani rəhməti bütün varlıqlara şamildir. Bütün varlıq aləmi Allahın rəhmaniyyə rəhmətinin əhatəsindədir. Allah möminə də, kafirə də, hər bir varlığa rəhm eləyər bu dünyada. Rəhman ümumidir, ümumi bir sifətdir və bu ad Allaha məxsusdur, xas Allaha aiddir bu ad. Rəhim isə ahirətə bağlı olan, yalnız möminlərə olan rəhmətdir. Ona görə də məsələn hədislərimizdə bu cür gəlib bəzi hədislərdir ki, Ər-Rəhman Rəhmanud dünya və Rəhim Rəhimul axirə. Rəhman dünyanın rəhmanıdır, dünyada rəhm edəndir. Rəhim axirətin rəhimidir, axirətdə rəhm edəndir. Allah bu dünyada bütün varlıqlara rəhm eləyir. Onu tanıyana da, tanımayana da, onu inkar edənə də, ona ibadət edənə də. Biz Rəcəb ayının duasında oxuyuruq. Ya mən yu'ti mən səələh, ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifuhu təhənnünən minhu və rəhmə. Ey o kəs ki, ondan istəyənə də bəxş edir. Ey o kəs ki, ondan istəməyənə, hətta onu tanımayana da bəxş eləyir. Niyə? Təhənnünən minhu və rəhmə. Çünki onun tərəfindən bir lütfdür, şəfqətdir, bir rəhmətdir bəxş etmək. Allah bu dünyada hər kəsə rəhm edər. Amma rəhim sifəti ahirətə məxsus olan bir rəhmətdir. Quran-ı Kərimdə Əraf surəsi 165-ci ayədə oxuyuruq. Və rəhməti vəsiət kullə şey. Allah buyurur, mənim rəhmətim hər şey genişdir, hər şeyi əhatə eləyibdir. Hər şeydən genişdir Allahın rəhməti, sonsuz. Və rəhməti vəsiət kullə şey. Rəhmətim hər şeyi əhatə eləyibdir. Fəsəəktubuhə lilləzīnə yəttəqun və yu'tunəz-zəkət وَالَّذِينَ هُمْ بِآيَاتِنَا يُؤْمِنُونَ. Mən bu rəhmətimi yazacam kimlər üçün? Təqvalı olanlar üçün, zəkat verənlər üçün. O kəslər üçün ki, bizim ayələrimizə iman gətiriblər. Və yaxud da kafirlər barəsində Ənkəbut surəsi 23-cü ayədə buyurulur. وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ. O kəslər ki, Allahın ayələrini, Allahın möcüzələrini, nişanələrini inkar edirlər. Allahla görüşü inkar edirlər, yəni qiyaməti inkar edirlər. Ulaikə yaisu min rəhməti. Onlar mənim rəhmətimdən ümidsizdilər. Onlar bilirlər ki, mən onlara rəhm etməyəcəm. Rəhmətimdən ümidlərini üzüblər. Və ulaikə ləhum əzabun əlim. Onlar üçün çox acı, ağrı bir əzab var. Demək, Rəhman Allahın xüsusi adıdır və varlıq aləmdə, dünyada Allahın rəhmətinin hər bir şeyə şamil olmasını bildirir. Ona görə də Rəhman adını başqasına vermək olmaz. İnsana Rəhman adı deyilməz. Quran-ı Kərimdə neçə dəfə Rəhman sözü işlənib, hamısı Allaha işarə olunub. Rəhim isə xüsusi bir sifətdir, amma ümumi addır. Rəhim qeyrisinə də şamil ola bilər. Mərhəmət, rəhm etmək anlamında. Həzrət Rəsulullah'a Quran-ı Kərimdə vəsf olunanda buyurur, bil-mu'mininə Raufur Rahim. Möminlər üçün Rauf və Rəhimdir Rasulullah. Rasulullah Rəhim sifəti ilə vəsf olunub. Ona görə də Rəhim müştərək addır. Amma Rəhman Allaha məxsus addır. Necə ki, Allah sözü Allaha məxsus ismi, ləfzül cəlalə Allaha məxsusdur. Eləcə də Rəhman da Allaha məxsusdur. Rəhim və Rauf, Rasulullah bu cür vəsf olunur. Rəhim yəni nemətlər bəxş eləyən. Rəhmət, nemətlərin bəxş olunması müqabilində işlənir. Rauf isə bəlaların dəf olunması müqabilində işlənir.
Rəhim nemətlərin bəxş olunması müqabilindədir, rauf bəlaların dəf olunması. Hətta bəzi zikirlərimizdə var ki, hər kəs gün ərzində ya Rəhimu, ya Rauf 100 dəfə bu zikri deyərsə, Allah ondan çətinlikləri, sıxıntıları dəf eləyər, uzaqlaşdırar. Allah bəndələrində rəhmət, ilahi rəhmətin bir kölgəsidir. Və bu ən böyük nemətdir ki, insan özündə rəhmət hiss eləyə bilər, içində rəhmət duya bilər. Çünki bu rəhmət o ilahi rəhmətin, sonsuz ilahi rəhmət dənizindən bir qətrədir. İnsandakı mərhəmət, insandakı rəhmət sifəti bütün fəzilətlərin mənbəyidir. Bütün xeyirlərin, bütün bərəkətlərin mənbəyi, başlanıcı insanın mərhəmət sifətinə, rəhmət sifətinə sahib olmasıdır. Hər kəs Allaha daha yaxın olarsa, rəhmət sifəti onda daha çox təcəlli eləyir, daha çox özünü göstərir. Çünki rəhmət bir nurdur ki, Allah bunu yalnız salih bəndələrinin qəlbinə bəxş eləyər. Mərhəmətli olmaq çox böyük nemətdir. Və insan çalışmalıdır, Allahın rəhmət sifətini özündə təcəlli etdirə. Bu adlardan bir ki, bəhs eləyirik. Burada məqsədimiz budur ki, təxəlləqu bi əxlaqillah, Allahın əxlaqı ilə əxlaqlanın. Yəni, bu adları özümüzdə əks etdirə bilək. Çünki insan ki, Allahın yer üzərindəki xəlifəsidir, xəlifə onu təyin edən Allahın nümayəndəsidir. Allahdakı bütün kamillikləri özündə əks etdirməlidir, güzgüyə çevrilməlidir ki, ilahi kamilliklər bunda əks olunsun. Məqsəd budur, məqsəd bu adları öyrənməkdən bu adları özümüzdə əks etdirmək, özümüzdə canlandırmaqdır. Və insan da istəyir ki, rəhmət sifətini ninəsi özündə təcəlli etdirsin. Ümumiyyətlə biz dedik ki, aləm, varlıq aləmi Rəhman və Rəhim adlarının, Allahın rəhmət sifətinin təcəllisidir. Bu sifəti, rəhmət sifətini özündə təcəlli olunması, yəni ən böyük təcəlli harada baş verib? Həzrət Rasulullah Muhammed sallallahu aleyhi və səlləm. Allahümmə, Muhammed, Muhammed. Həzrət-i Peyğəmbər Allahın rəhmətinin ən ali təcəllisidir. Həzrət Rasulullah'da ilahi rəhmət o qədər təcəlli edib ki, Quran-ı Kərim Peyğəmbər üçün nə deyir? Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Biz səni aləmlərə rəhmət olaraq göndərdik. Aləmlərdən məqsəd təkcə bu aləm deyil, bütün varlıq aləminə. Həzrət Rasulullah rəhmətdir. Hədislərimizdə bu məna çox məşhurdur. Bir neçə hədisdə bu məna gəlib ki, Allah Teala Rəhim adı ilə təcəlli etdi, feyz vasitələrini yaratdı. Nədir o feyz vasitələri? Muhammedi, Ələvi, Fatimi və onların pak övladlarının nuraniyyəti, həqiqətlərini yaratdı. Sonra Allah Rəhman adı ilə təcəlli etdi, bütün məxluqatı yaratdı. Əzəldən əbədi, sona dək olacaq məxluqatı yaratdı. Nəyin vasitəsinə? Həmin o vasitələrin, o feyz vasitələri vasitəsilə. O nurani Peyğəmbər və Əhl-i Beytinin nurani varlıqları, varlıq aləminin yaradılmasında nədir? Bir feyz vasitəsidir. Ona görə də Peyğəmbər və onun Əhl-i Beyti aləmlərə rəhmətdir. Əmir əl-Möminin əleyhissalamın belə buyurduğu nəql olunur ki, Allah bəndələrinə qarşı mərhəmətlidir, rəhimlidir. Və Allahın rəhmətidir, 100 rəhməti vardır, o 100 rəhmətindən birini xəlqin arasında bölüb, yaratdıqları arasında bölüb. Həmin o bir rəhmətin sayəsində ana övladına rəhm eləyir. Dişi heyvanlar öz balalarına şəfqət göstərirlər. Qiyamətin günü olduqda Allah həmin o bir rəhməti də o 99 rəhmətinə birləşdirəcək, qoşacaq və onu ilə ümmət-i Rasulullah'a, Rasulullahın ümmətinə rəhm edəcək. Hətta deyir, Rasulullahın ümmətindən olan möminləri istədikləri şəxs barəsində şəfaətçi qərar verəcək. Allahın rəhməti bu qədər sonsuzdur və bu qədər genişdir. İnsan da indi istəyir özündə rəhmət sifətini təcəlli etdirsin. Bu 3 mərhələdə ola bilər. Bir, hal mərhələsidir. Bəzən insan mərhəmətli olur. Hərdən fikirləşir ki, rəhm etmək gərəkir ki, Allah da mənə rəhm etsin. Ən zalim insanlar da bəzən görürsən, içindən bu duyğu keçir, rəhmət, mərhəmət hissi. Kimlərəsə rəhm eləyə bilirlər. Təbii ki, orada da niyyətlərində başqa bir şey var. Özlərini, yerlərini möhkəmlətmək üçün eləyirlər bu işləri. Yəni, demək istədim budur ki, rəhmət hal kimi gəlib gedir. Bu yetərli deyil. İkinci, mələkə sabitləşmiş bir xüsusiyyətdir.
ki, insan rəhmət xüsusiyyətini özündə sabitləşdirək, qərarlaşdıraq. Rəhmət sifəti bunda qərar tapa. Üçüncü mərhələ ittihad mərhələsidir ki, rəhmət sifətinin özü ilə bu adam varlığı müttəhid olub, vəhdətləşib, eyniyyət tapıb, eyniləşibdir. Tələb olunan budur ki, insan rəhmət sifəti ilə eyniləşsin, rəhmətin bir parçasına çevrilsin. Çünki Rasulullah və Əhl-i Beyt bizim üçün nümunə olan Allah Rəsulu rəhmətin özüydü, mərhəmətin özüydü. Quran-ı Kərimdə Allah Teala buyurur, Muhammedun Rasulullah, Allahümme salli ala Muhammed ve ali Muhammed vellezine ma'hu eşiddâun alel kuffari ruhamâ'u beynehum. Onu ilə olanlar kafirlərə qarşı şiddətlidirlər, möhkəmdilər. Amma öz aralarında nədirlər? Mərhəmətlidirlər, rəhimlidirlər. Peyğəmbər sahabələrinin xüsusiyyətləri bu idi ki, Peyğəmbər sahabələri bir-birinə qarşı mərhəmətlidir. Ruhamâ'u beynehum. Öz aralarında mərhəmətlidirlər. Rəhmət eyni dərəcəli deyil. Elə bir məfhumdur ki, bu eyni dərəcədə şamil olmur. Bunun şiddətli və aşağı zəif tərəfləri var. Bəzən insan görürsən ki, yalnız özünə qarşı mərhəmətlidir. İnsan var ki, həm özünə, həm övladlarına, ailəsinə qarşı mərhəmətlidir. İnsan var yalnız öz qohum əqrabalarına qarşı mərhəmətlidir. İnsan var ki, bütün varlığa qarşı mərhəmətlidir. Hətta düşməninə qarşı da mərhəmət hissi var bunda. Bax, bu insanlar rəhməti özlərində təcəlli etdirmiş kəslərdir. Peyğəmbərə rəhmət deyilirdi, Əhl-i Beytə rəhmət deyilirdi. Bir çox ziyarətnamələrimizdə var ki, Əhl-i Beyt rəhmətullah fil Qur'an, Quran-ı Kərimdə Allahın rəhmətidir. Həzrəti Rasulullah ümmətə qarşı o qədər rəhmətli idi ki, ümmətin çətinliyə düşməsi, onların bir zərərə düşməsi Peyğəmbərə ağır gəlirdi, Peyğəmbəri incidirdi. Tövbə surəsi 128-ci ayədə Allah bu həqiqətə işarə edərək buyurur, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ. Sizə öz aranızdan bir Peyğəmbər gəldi. Azizun aleyhi mə anittum. Sizin zərərə düşməniz ona ağırdır. Ona əzab verir, əziyyət verir. Harisun aleykum. Sizin üçün çox hərisdir, sizin çox istəyir. Bil müminə raufur rahim. Möminlərə qarşı raufdur, mehriban və mərhəmətlidir, rəhimlidir. Peyğəmbərin tarixindən hamınız bunu bilirsiniz ki, Həzrət Rasulullah getmişdi Taifə insanlara İslamı çatdırmağa, təbliğ etməyə, İslamı dəyərləri çatdırmağa. Taif müşrikləri Peyğəmbəri daşa basdılar. Hətta canına sui-qəsd etmək istədilər. Allah Rəsulü üst başı yaralı, hədisdə deyir, dabanından qan axırdı. Gəldi bir təpənin başına çıxdı, sığındı, əl açıb dua etdi. Bu məqamda bir çox Peyğəmbərlər ümmətlərinə göndərildikləri xalqlara bəddua eləyiblər. Quran-ı Kərimdə də nümunələri var. Amma Həzrət Rasulullah əlini açıb dua eləyəndə dedi, Allahümme irham qavmi haulə ilə ya'lamun. Ey Allahım, mənim qövmə rəhmət, onlar bilmirlər, onlar cahildilər. Rəhmət xüsusiyyəti, rəhmət sifəti insanda sabitləşəndə insan başqalarının ehtiyaclarını ödəməyə çalışır, onlara yardım etməyə çalışır, onların dərd qəmini aradan aparmağa çalışır, möminlərin qəlbinə sevinc gətirməyə səy göstərir, ac insanları yedizdirir, insanlara xidmət, bəşəriyyətə xidmət edir, insanların işlərini səhmana salır, ən azından nəsihət eləyir, doğru yol göstərir birinə, dua eləyir onlar üçün. Bunlar hamısı rəhmət sifətinin göstəriciləridir. Hədislərimizdə də var ki, müminin ehtiyacını ödəmək Allah yolunda pul xərcləməkdən, qul azad etməkdən daha əfzəldir, daha üstündür. Və yaxud da başqa bir hədisimizdə var ki, hər kəs möminlərin dərd qəmini, qüssəsini aradan apararsa, Allah da onun dünya və axirətdə qəm qüssəsini aradan aparar. İnsan birini ən azından nəsihət eləyib doğru yola gətirirsə, bu çox böyük bir nemətdir. Çünki bir insanı azdırmaq elə bir bəşəriyyəti öldürməkdir. Bir insanı hidayət etmək elə bir bütün bəşəriyyəti diriltməkdir. Ona görə Quran-ı Kərimdə buyurur, deyir, mən qətələ nəfsən bi qeyri nəfsin əv fəsadin fil ard. Hər kəs haqsız yerə birini qətlə yetirərsə və ya yer üzərində fəsad törədərsə, bax fəsad nədir? Deyir ki, fəkənnəmə qətələn nəsə cəmiyə. Sanki bütün insanları öldürüb. İnsanların ölümü ruhən ölməsidir, mənəvi baxımdan ölməsidir. Əgər fəsad yayılırsa,
hər tərəfi bürüyürsə, insanlar mənəvi cəhətdən ölüblər. Və mən əhyaha, hər kəs yeri dirildərsə, hidayət eləyərsə insanları haqqa, doğruya irşad eləyərsə, çağırarsa, fəkəənnəmə əhiyyənnəsə cəmiyyən, sanki bütün insanları ehya eləyib dirildibdir. Biz mübarək Ramazan ayındayıq. Bu ayın əsas xüsusiyyətlərindən nədir? Sifətlərindən rəhmət ayıdır, mərhəmət ayıdır, bağışlama ayıdır, istiğfar ayıdır. Hətta Peyğəmbərdən nəql olunur, buyurur ki, bu ayın əvvəli rəhmətdir, ortası məğfirətdir, bağışlamadır. Axırı isə etqum minənnar, sonu isə cəhənnəm odundan azad olmaqdır. Yəni ilk 10 gün 3 hissəyə bölsə, ilk 10 günü rəhmətdir. Sonraki 10 günü məğfirət Allah lütf edir, bağışlayır və ən axırdakı o 3-cü hissə olan 10 günü isə nədir? Cəhənnəm odundan azad olmaqdır, qulluqdan azad olmaqdır. Ona görə Rasulullah buyurur, vaqqiru kibarakum varhamu siqarakum. Bu ayda böyüklərinizə vüqarlı tutun, böyüklərinizə ehtiram göstərin, kiçiklərinizə neyinin? Rəhmət, mərhəmət göstərin, rəhm eləyin. Allahın qoyduğu bir sünnə var. Mən la yarham la yurham. Rəhm etməyənə rəhm olunmaz. Bu Allahın sünnəsidir. İnsan bu aləmdə rəhm edirsə, qiyamətdə ona da rəhm olunacaq. Hətta bəzi hədislərimizdə var ki, buyurulur ki, qiyamətin günündə soruşulacaq, sən heç olmasa bir sərçəyə rəhm etmisənmi insan? Bugün gəlib o əzabı görüb Allahın rəhmətini diləyir sənə, bir sərçəyə bir rəhm etmisənmi sən heç? Yəni rəhmət bu qədər mühüm məsələdir ki, əgər bir sərçəyə rəhm eləyibsə, Allah onun nəsə işi ucu var ki, rəhm etsin ona, mərhəmət göstərsin ona. Əmir əl-Möminin əleyhissalamdan çox gözəl bir kəlamdır ki, bu da həyatda rəhmət xüsusiyyətinin, sifətinin qarşılıqlı olmasını göstərir. Əmir əl-Mömin əleyhissalam buyurur ki, özündən aşağıya rəhm et ki, səndən yuxarı sənə rəhm etsin. Biri sənə qarşı səhv eləyəndə, onun səhvini sənin Allah qarşısında etdiyin səhvinə müqayisə elə. Sənə qarşı günah eləyəndə, onun günahını sənin Rəbbinə qarşısında etdiyin günahına müqayisə elə. Onun sənə, sənin rəhmətinə, mərhəmətinə ehtiyacını sənin Allahın rəhmətinə olan ehtiyacı ilə müqayisə elə. Gör hansı böyükdür. Bizim səhvimiz, Allah qarşısında səhvimiz, hansısa bir insanın bizim qarşımızda etdiyi səhv, bizə etdiyi səhvdən daha böyükdür. Birinin bizə qarşı günah etməsi, bizim Allaha qarşısında günah etməmiz daha böyükdür. Birinin bizim mərhəmətimizə möhtac olması, bizim Allahın rəhmətinə möhtac olmağımızla müqayisə eləsə, bizim ehtiyacımız daha böyükdür. Ona görə də nə etməliyik? Başqalarının səhvini əfv etməliyik, başqalarının günahını bağışlamalıyıq, başqalarına qarşı mərhəmətli olmalıyıq ki, Allah da bizə mərhəmətli olsun. Allahın verdiyi izzət-i cəlalına, sonsuz rəhmətinə biz günahkar qullarını öz mərhəmətindən binəsib etməsin inşallah. Peyğəmbər və əhl-i beytin uca məqamına salavat zikr edək. Allah salli ala